Hökumətyönlü media Azərbaycanda yenə pensiya yaşının artırılacağı haqqında xəbərlər yayır. Bu xəbərlərdə Maliyyə Nazirliyinin 2026-29-cu illər üzrə orta müddətli xərclər çərçivəsinə istinad olunur. Həmin sənəddə deyilir ki, Azərbaycanda insanların ömrü uzanır, hətta BMT-nin də proqnozlarına istinad edilir. Məsələn, deyilir ki, ötən il Azərbaycanda orta ömür uzunluğu 74 yaş yarım olub. Əlavə edilir ki, BMT-nin proqnozlarına əsasən 2050-ci ildə bu 78 yaş yarıma yüksələcək. Amma bəzi müstəqil iqtisadçılar bu rəqəmlərin şişirdildiyini düşünürlər. Sözügedən sənəddə həm də pensiya islahatlarından bəhs edilir. Sənəddəki demoqrafik göstəricilərə əsasən 2050-ci ildə 65 yaş üstü əhali 2 dəfə artacaq. Orta ömür uzunluğunun artması daha çox insanın daha uzun dönəmdə pensiya alması deməkdir. Bu kimi hallarda isə atılan tipik addımlardan biri pensiya yaşını artırmaqdır. Çox güman ki, pensiya yaşının, təqaüd yaşının artırılmasını islahat kimi təqdim edirlər. Bu kökündən yanlışdır. Ümumiyyətlə, bu diskursun özü yanlışdır və hökumət bilərəkdən bütün bu məsələni ancaq təqaüd yaşının az və ya çox olmasına, azaldılmasına və yaxud da artırılmasına yönəlik aparılmasında maraqlıdır. Azərbaycanda təqaüd yaşının hansı səviyyədə olması ikinci dərəcəli məsələdir. Vacib məsələdir, amma ikinci dərəcəli məsələdir. Azərbaycanda bir nömrəli problem bu sahədə təqaüdün həcminin az olmasıdır. Azərbaycanda 900 minə yaxın insan minimum təqaüdə yaxın təqaüd alır. Yəni 1 milyon 300 minə yaxın təqaüdçü var, onun 900 mini minimum təqaüd civarında təqaüd alır. Bax, əsas problem budur. Yəni ilkin növbədə məhz təqaüdlər artırılmalıdır. Hazırda Azərbaycanda pensiya yaşı qadınlar üçün 64 yaş yarım, kişilər üçünsə 65-dir. Kişilərin yaş həddi 2017-ci ildən 2021-ci ilə qədər tədricən artırılıb. Qadınların yaş həddinin isə 2017-ci ildən 2027-ci ilin iyulunadək hər il 6 ay artırılması nəzərdə tutulub. Beləliklə, 2027-ci il iyulun 1-nəcən qadınların pensiya yaşı da kişilərdəki kimi 65 olacaq. Hökumətyönlü medianın tirajladığı pensiya yaşı artırılacaq xəbərinə dövlət qurumlarına reaksiya gəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb ki, bununla bağlı hər hansı təklif müzakirə edilmir.